Martın 17-sində Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Görüşün sonunda Valentina Matviyenko Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiya Federasiyasının dostluq ordenini təqdim edib. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Görüşdə Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub. Spiker Sahibə Qafarova parlamentlər arasındakı əlaqələrin rolunu qeyd edərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərinə dair fikirlərini bildirib. Bu kontekstdə parlament üzvlərinin fəaliyyətinin əhəmiyyətinə toxunub. Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisinin parlamentlər arası əməkdaşlıq komissiyasının rolu vurğulanıb. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ölkəmizə səfəri və paytaxt Bakının sürətli inkişafı haqqında müsbət təəssüratlarını bölüşüb. O, Prezident İlham Əliyevlə görüşünü və aparılmış müzakirələri məmnunluqla qeyd edib. Həmçinin birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə humanitar əlaqələrin bütün istiqamətləri üzrə apardığı fikir mübadiləsindən danışıb. Federasiya Şurasının sədri görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinin Rusiyada da geniş qeyd olunduğunu bildirib. Bu dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərini vurğulayıb. Valentina Matviyenko həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq səviyyədə artan rolunu qeyd edib. Vurğulanıb ki, Azərbaycan beynəlxalq tədbirləri, mədəniyyətlər arası dialoqu təşviq edən forumları, həmçinin nəhəng iqtisadi layihələrini uğurla həyata keçirir. O, bütün təzyiqlərə baxmayaraq böyük iştirakçı sayının təmin olunduğu və mühüm nəticələrin əldə olunduğu COP29-un uğurla reallaşdırılmasını vurğulayıb, öz təbriklərini çatdırıb. O cümlədən COP29 çərçivəsində təşkil olunmuş parlament toplantısının əhəmiyyətindən danışıb. Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.